İndi sən də, mən də parmağımızı qoyuruq bura. Qoyduq. Qorxma, nədən qorxursan? Tok vurmaz. Hə, eşidirik? Heç nə eşitmirik. Doğrudan da heç nə eşitmirik ki. Görəsən niyə belə olsun? Hə, aydındır. Çıx bunun üstünə, parmağı qoy bura.Əsində necə? Eşidirik? Musiqi verirlər. Danışır Bakı. Danışır Bakı. Köhnə yeni radyo. Mehribanlıq saadətdir, mehribanlıq saadətdir, saadətli yaşadarı. Ömrün şövqü məhəbbətdir, ömrün şövqü məhəbbətdir, məhəbbəti 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 yaşadarı. Axşamınız xeyir istəkli dinləyicilər, studiyada Əli Məhəmmədoğludur. Radio ilə bağlı hərənin öz xatirəsi var. Kiminin biraz çox, kiminin biraz az. Lap bir dəfə radioya qulaq asanın da radio ilə bağlı düşüncəsi, xatirəsi var. Amma elə adamlar da var ki, onların nəinki xatirələri, ömürləri, talihləri radio ilə bağlı. Şair öz səsində. Qaçay Köçərli. Yol gedirdim. Yol gedirdim səhər çağı yolumda. Qız işığı, naz işığı göründü. Şualandı qışın oğlan çağında. Bu küçədə yaz işığı göründü. İşiymiş bu qız başdan ayağa. Ayaqları işıq yaydı torpağa. İşıq gəldi, işıq getdi uzağa. Hər bir şeyin öz işığı göründü. Bu qız işıq oldu yolda hər yana. Yolda qaldım, baxa-baxa mən ona. Qəlbim girdi bu işığın qoynuna, ürəyimdə söz işığı göründü. Radiomuza doğma, bizə məhrəm insanlardan biri ilə bugün həmsöhbətik. Salam Qaçay müəllim, xoş gördük səni. Ay salam aleyküm. Necəsiz Qaçay müəllim? Ay Ali müəllim. Çox sağ ol ay Qaçay müəllim, sən nətərsən? Sən sağlığın. Mən hörmətli dinləyicilərimizə xatırlatmaq istəyirəm ki, Qaçay Köçərli bizim gözəl şairimiz, qeyrətli ziyalımız, şəhid atası, uzun zaman radioda birlikdə əməkdaşlıq eləmişik və hal-hazırda Qaçay müəllim köhnə yeni radionun qonağıdır və ilk sualımı verirəm ona. Qaçay müəllim, birinci növbədə xahiş eləyirəm, radioya necə gəldiyinizi danışın, ondan sonra başqa suallarım olacaq. Mən deməli bu partiyeni qurtarmışdım.
Texniki peşə məktəbində, binədəki 12 texniki peşə məktəbində idim, amma radio ilə əlaqə saxlayırdım. Yəni yazılarım gedirdi. Bir günləri mən oradan çıxmalı oldum. Gəldim Cəmil müəllimin yanına. Dururmu Cəmil müəllim? Durursa ona can sağlığı. Bəli, bəli. Ona can sağlığı arzulayıram. Vəziyyəti dedim, dedi ki, bəs ay qaçay, sən Çimadan bizə lazım, gəl. Heç sənətimiz əlini istəmədi, ərzəmə aldı, üstünə yazdı, göndərdi kadrlar şöbəsinə. Və məni müvəqqəti işə götürdülər. Radionun o vaxtı işə götürdülər, qabaqca o vaxtı bəli, o vaxt dispetçer deyirdilər. Dispetçer işlədim. Sonra məni keçirdilər redaksiyaya. Redaksiyada məni müvəqqəti keçirdilər də, yəni Rəhlə xanımın yerinə. Uşaq redaksiyasına. Deməli bir müddət işlədən sonra o gəldi, onun yerinə başqası çıxdı. Mən ikinci adamın yerinə işlədim. Nəhayət o da gələndə bir gün Allah rəhmət eləsin, bu dramaturq vardı, Məktublar şöbəsinin baş redaktoru. Əbil Yusifov. Onunla münasibətlərim vardı, sökənmişdim məhəccərə, gəldi. Gələndə mənə qayıtdı ki, burada niyə durursan? Yerinə işlədiyim adam işə çıxır. Mən qalıram kənarda. Deyəndə başladı gülməyə və getdi. Birazdan sonra qayıtdı, gəldi yenə gülə-gülə. Dedim ki, bəs nə güzün, dedi, tez ol ərzə yaz. Dedim nəyə? Dedi, gedib danışmışam Qurban müəllimə sənin vəziyyətini. Dedi, tez ol ərzəni yaz. Ərzəmi yazdım. Qurban müəllim Allah rəhmət eləsin, ərzəmin üstə yazmışdı ki, hansı redaksiya istəyir, orada hansı redaksiya istəyir ora. Deməli, redaksiyalı yer olmadı. Məni gətirdilər uşaq redaksiyasına. Valid Sənani dedi ki, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Dedi ki, məndə atestat var. Mən qaçaya görə onu verirəm uşaq redaksiyasına. Gözəl, gözəl. Yenə demək, xeyirxah adamlar var da. Mən gəldim, düşdüm uşaq redaksiyasına. Deməli, 67-ci ildə mən redaksiyaya əməkdaşlıq eləyirdim. İşdən də çıxanda 2006-cı il oldu. Yadımdadır Qaçay müəllim. Siz orada çox gözəl verilişlər hazırlayırdınız. Mən özüm də onun aparıcılarından biri idim. Gözəl baba oğlunu sən aparırdın da. Bəli, günlərin bir günü verilişinin siz daimi müəllifi idiniz. Bəli. Və orada da mən Səxavət Məmmədovun oğlu Bəxtiyarla və o aparıcılardıq biz. Əvvəl Mir Nadir aparırdı, sonra mən apardım. Çox gözəl, yada salmalı günlər idi. Günlərin bir günü. Salam dostlar. Hamılıqla xoş gördük sizi. Mənim istəkli nəvələrim, nəticələrim. Hər vaxtınız xeyir olsun. Uşaqlar, mən də babamın alqışına qoşuluram. Açılan hər səhəriniz, gələn hər gününüz, düşən hər axşamınız ürəyinizdə olsun. Həmişə sizə xeyir gətirsin dostlar. Bəxtiyar balam, dərs ilinin 2-ci rübü başlandı. Bu münasibətlə bütün nəvələrimi, nəticələrimi təbrik eləyirəm. Onlara dərslərində uğurlar arzulayıram. 1-ci rübdə zəif qiymətləri alanlara demək istəyirəm ki, daha çox çalışmalıdırlar. Çox sağ ol ay baba. Hamımız çalışacaq ki, yaxşı oxuyaq. Ata-analarımızı, müəllimlərimizi və səni sevindirək. Çox sağ ol Bəxtiyar balam. Həm də yadda qalan verilişidir. Bəli, yadda qalan verilişidir. Nə qədər məktub gəlirdi, nə qədər zəng eləyirdilər. Qaçay müəllim, Bəli. indi hardasınız? Kəndliyəm, Şəhərdiyəm, Köçərli daha doğrusu. Bəli, bəli. Qaçay Köçərli. Qarabağlılar hörmətli demir, hürmətli deyir. Ona görə Köçərli, bəli, Köçərli deyirlər. Heç yana çıxmıram, ancaq həyatımda evliyəm. Çünki niyə? Mənim yaşıtlarımdan təşkil qalır. Onlar da deməli çəkiliblər öz evlərinə, bayıra çıxmırlar. Mən də çıxmıram. Kənddə olan sonraki nəsildə onlar çoxu məni tanımır.
Tanıyırıq, belə yəni ünsiyyətimiz olmuyor. Aydındır, aydındır. Qaçay müəllim, arada eşitdim ki, bəs teatrda işə düzəlmisiniz, Ağdam teatrında. Ağdam teatrında 3 il işlədim orada. Qaçay müəllim. Bəli. Deməli elə evdəcə oturursunuz, yaradıcılıqla hər halda yəqin ki, məşğul olursunuz. Bəli, kəndə gələndən sonra mənim 8 kitabım çıxır. Onun ikisi böyüklər üçündür, poeziyadır. Biri 800 səhifədir, bir də 400 səhifə. 6 kitabım uşaqlar üçün çap olunur. Demək, rus dili, rus məktəblərinin dərsliklərinə də mənim əsərlərimi salıblar. Azərbaycan məktəblərinin dərsliklərinə var idi. İndi də rus dili məktəblərinin dərsliklərinə daxil ediblər. Kim daxil edib də mən bilmirəm. Mən burada rayonda yaşayan adamam. O uşaqlar üçün yazmaq, Qaçay müəllim, həm də vallah böyük savab işdir. Bu saat uşaqlar üçün yazan çox azdır. Mənim 18 kitabım buraxılmalı idi uşaqlar üçün. 18 kitabı nəşriyyata təqdim eləmişəm. Altın çap elədi, 12-si hələ durur orada əl altında. Elə böyük şeydir, Qaçay müəllim. İndiki zamanda 6 kitab çap elətdirmək elə nəyə desən dəyər. Radioda işlədiyiniz dövrdə əsas kimlərlə ünsiyyətdə olmusunuz? Kimlərlə işləmisiniz? Hansı xatirələr qalıb ürəyinizdə? Bax, əsas bizim radiodur bizim işimiz. Mən radioda işləyəndən elə birinci sənin özünlə yaxın olmuşam, həm qonşu olmuşuq. Bəli, həm qonşu olmuşuq, həm də... Həm də elə münasibətimiz həmişə tutub da. Bəli, bəli. Mən bilirsən də, mən sözümü birbaşa deyən adam olmuşam. Bəli, bəli. Qarabağlılar yəni, nətər... Yəni, o biz adamlardan uzaq olmuşam. Qarabağlılar nətər deyir ona? Qırmızı adam. Bir söz, ürəyində başqa söz olan adamlardan uzaq olmuşam. Bəli, bəli. Məstan Əliyevlə rəhmətli işləmişəm. Bizim baş redaktorumuz olmuş. Bəli, yadımdadır, yadımdadır. Sonra Rafiq Ağayevlə işləmişəm. Bəli, Allah can sağlığı versin, bəli. Ondan sonra da Ələmdar var. Bunlarla işləmişəm. Mənim fondda çoxlu əsərlərim var. Var, bəli. Mən Azərbaycan ədəbiyyatının 60-cı ildən başlayan tarixinə bugünkə varam. Dərsli ədəbiyyatşünas məqalələrində, bir öz əsərlərimlə valam, dərsliklərdə varam. Nasıl axşam? Bir gün səhər yuxudan oyandılar ki, göydən neysə ağappaq şey tökülür. Baxdılar, ancaq heç nə başa düşmədilər. Əvvəl elə bildilər ki, yemdir. Göydən Allah onlar üçün tökür bu yemi. Dimdikləyib baxdılar, gördülər ki, soyuq bir şeydir. Özü də su olur. Axı onlar qarın adını eşitmişdilər, amma özünü görməmişdilər. Bunu onlara yerli quşlar danışmışdılar. Hə, uşaqlar, elə bu vaxt bir qara toyuq gəlib onların yaxınlığındakı ağacın budağına qondu və sevinclə oxumağa başladı. Cip cip, bəh bəh bəh, cip cip, bəh bəh bəh. Nə gözəl qar yağır, nə qəşəngdir. Qarın arasına girib eşələnəcəyəm, oynayacağam. Cip cip cip, bəh bəh bəh, cip cip. Bu vaxt başqa bir qara toyuq uçub onun yanındakı budağa qondu. O da həmin mahnını oxudu. Sonra başladılar sevinə-sevinə oynamağa, budaqdan budağa atılmağa. Köhnə yeni radio. Qaçay müəllim. Bəli. Deməli siz baş redaktorun müavini işləyirdiniz. Bəli. Müəyyən verilişlərin ərsəyə gəlməsində, hətta hamısını mən azad eləmişəm. Aydındır, Qaçay müəllim. Yetkinliyi də, o birisində. Bax, onların birbaşa müəllifi sizsiz də, yəqin ki, o günlərin bir günü. Bəli, onu yetkinlikdir, o birisidir. Bunların hamısının ideyasını verən mən olmuşam. Aha. Bax, indi yəqin ki, radioya qulaq asırsınız da. Bəli, ədəbiyyat redaksiyasına mən minnətdarım bildirirəm. Şəfəq xanım. Aha. Mənim səsimlə yazılan o şeirlərimi tez-tez verir. Siz deməli axır zaman deyirsiniz də uşaqlar üçün çoxlu əsərlər yazırsınız. Bəli. Bax, orada nəyi əsas tutursunuz? Uşaqlara nələri tövsiyə edirsiniz? Orada uşaqlar ümumiyyətlə dünyanı sevmək, vətəni sevmək, böyükləri sevmək, uşaq xarakteri,
uşaq həyatı, uşaq əyləncəsi. Onları mən çoxunun nağılvarı yazıram. Nağılvarını uşaqlar yaxşı qəbul Bəli, edir. bəli. Ümumiyyətlə, ideyası və əsərlərin hamısının ideyası insanlığa, insana xidmət eləmək, insanın qədrini bilmək, insanı başa düşmək, xeyirxahlıq eləmək və nə bilim, bütün insani xüsusiyyətlərin komponentləri hamısı o əsərlərdə öz əksini tapır. Radio, bilirsiniz də mən o vaxt televizdə çıxış eləyib demişəm ki, radio Azərbaycanın Səs Akademiyası. Bəli, həqiqətən elədir. O vaxt demişəm, bu akademiyadan Azərbaycanın səsi ölkə-ölkə yayılır. Radio ki yarandı Azərbaycanda, Azərbaycanın Səs Akademiyası yarandı. Bu Səs Akademiyasında bütün deməli jurnalistlərlə bərabər yazıçıların, musiqiçilərin, dinləyicilərin səsi bütün dünyaya yayıldı. Və onun arxivi də bu saat əslində Səs Akademiyasının arxividir. Öz elə xidmət eləmişik ki, o xidmət heç vaxt unudulan deyil. 1000 ildə keçsin unudulan deyil. Siz baş redaktorun müavini işləmisiniz, gənclər yetişdirmisiniz, orada gənclərlə işləmisiniz. Hansılardan razı qalmısınız? Hansılar sizin o yolunuzu davam elətdiribdi? Valla mən əslində elə hamıdan razı qalan adam olmuşam. Yaza bilməyəni də rəxt eləmişəm, öyrətmişəm kaybola. Bax, bu cümlə belə yazılar, belə yazılmaz. İndi çox adam gəlir, gedir, orada qalanlar da var. Çox adamları, mən onların hamısını bilib, çox adamı, çox. Qaçay müəllim, təşəkkür eləyirəm. Allah sizdən razı olsun. Sağ ol, mən də can sağlığı. Bütün radio işçilərinə, televiziya işçilərinə mənim salam göndərirəm buradan kənddən, kənd salamı. Göndərən sağ olsun. Çox sağ olun Qaçay müəllim. Mehribanlıq saadətdir, mehribanlıq saadətdir, saadəti yaşadarır. Ömrü şövqü məhəbbətdir, ömrü şövqü məhəbbətdir, məhəbbəti yaşadarır. Ömrü şövqü məhəbbətdir, ömrü şövqü məhəbbətdir, məhəbbəti yaşadarır. Üstümüzdən keçdi külək, üstümüzdən keçdi külək, şəhzalapan şirin kələk. Biz mehriban ailəyik, biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. Biz mehriban ailəyik, biz mehriban ailəyik, gəlin dostlar deyək gülək. Danışır Bakı. Danışır Bakı. Köhnə yeni radio. Qaçay Köçərli ilə söhbət elədik. İndi isə onunla son illər uşaq verilişləri redaksiyasında çalışan Dilşad Tahir qızı ilə söhbət edəcəyik. Çünki Qaçay müəllim özü haqqında çox söz demədi. Bu da onun təvazökarlığındandır. O demədiklərini biz deyək. Deyək və böyük məmnuniyyətlə. Əli müəllim, mən universiteti başa vurmamış bu redaksiyaya gəldim və belə deyək, təzə kollektiv, heç vaxt ictimaiyyət içində olmayan bir insan üçün təsəvvür edirsiniz nə deməkdir, bəli. Və bu redaksiyada hamı məndən yaşda böyük olduğuna görə məni belə evin uşağı kimi qəbul elədilər elə. Bir dənə yeganə qorxduğum adam var idi, o da Qaçay müəllim. Zəhmli sifəti, qaş qabaqlı, belə. Amma adam yaşlandıqca dərk eləyir, başa düşür ki, elə ən etibarlı, ən sədaqətli, məhz o sözün düzünü deyən bax elə adamlardır, adama gərəkli olan. Dilşad, üzr istəyirəm. Burada mənim yadıma bir hadisə düşdü. Buyurun. Bilirsiniz, bu Qaçay müəllimlə mənim oxşar cəhətlərim çoxdur, müəyyən mənalarda da. Biz vaxtı ilə bizdə Almaz Əmir qızı vardı, diktor. Bilmirəm, yadındadır yoxsa yox. Yadımdadır. Biz onlarla, oydu, Maya idi, bizim diktorumuz vardı. Deməli, səhər tezdən işə gəlirdik. Bəzən indi qızların könlünü açmaq üçün, bəzən lətifə danışırdım, bunların əhval-ruhiyyəsini düzəltmək üçün. Bizdə də bir Maral xanım adında bir xadimə vardı. Deməli, bir gün qızlardan soruşur ki, siz elə tezdən bu nəyə gülürsünüz belə? Qızların biri deyir ki, Əli müəllim lətifə danışır, biz də ona gülürük. Deyir ki,
onun üz-gözündən çox ciddi, həddindən artıq Lətifə də danışa bilir. Qaçay müəllimi də görən ilk görüşdən doğrudan da adama belə gəlir ki, Qaçay müəllimin həddindən artıq ciddi bir sifəti vardı. Amma bunun o qədər geniş ürəyi, o qədər səmimi sifəti, nə bilim, nə deyim, bunu indi sən daha yaxşı bilərsən. Sonradan adam özü o müəyyən bir yaşa çatanda, illər keçəndə fikirləşirsən ki, o üzdəki o ciddilik, o qaşların həmişə düyünlü olması həyatın insana bəxş elədikləridir. Bəzən şirin bəxş eləyir, bəzən acı. Çox təəssüflər ki, Qaçay müəllimə onun acı hissəsi daha çox düşür. Daha çox olub, o şəhid atasıdır. Amma siz dediyiniz kimi də, bax, qəlbi o qədər kövrək, o qədər, belə bilirsiniz, adama can yandıran, öz dərdin bir yana qoyub başqasının dərdinə şərik olan, məsələn, belə bir adamdır. Çalışırdı ki, nə isə öyrətsin, nə isə desin. İndi onu bəlkə etiraf eləyənlər olar, bəlkə də olmaz, kimsə indi qısqanclıqla yanaşar. Bu adam, deməli, bizlə onun sözü bezi, bizə acıqlanması, əsəbləşməsi nəyin üstündədir? Dilin qorunması, dilin saflığının gözlənilməsi. O qədər ehtiyatla yanaşırdı o cümlələrə. Nereden fikirləşdi ki, bunu neyinədir, bu düzəltdi, burada qaralama oldu, təzdən verilişi bir də montaj eləməlisən. Amma sonradan adam dərk eləyir ki, bu nə qədər böyük işdir. İşin xeyrini imiş. Nə qədər böyük işdir. Həm özümüzün öyrənməsi üçün, yəni vacib deyil ki, universiteti təhsil aldıq, təcrübəni gəlib biz burada öyrəndik. Əsas dərs buradaydı. Əsas bəli, dərs buradadır. Və doğrudan da hər dəfə o biz studiyaya getməmişdən əvvəl Qaçay müəllim baş redaktorun müavini idi və əsas səlahiyyətlər ona verilmişdi ki, bizim mətnimizlə o məşğul olsun, mətnləri oxusun, gözdən keçirsin. Necə diqqətlə oxuyurdu. Bax, bir də görürsünüz ki, nahar fasiləsinə düşürdü. Yeməyini, sağlamlığını bir tərəfə qoyurdu. Çox çay içən idi. Çayını bir tərəfə qoyurdu. Bax, onu necə xırdalıqla oxuyurdu, o xırdalıqlarına varırdı. Sonra gəlirdi, bəzən əsəbləşirdi ki, keçən dəfə də sənin yazında bunu düzəltmişdim. Bu dəfə də indi hansısa birimizə, daha çox da mənə. Ona görə də adam cavan vaxtı, uşaqlıq devri idi əslində elə, yəni evdən çıxıb işə gəlmişdik. O vaxtlarda adam bir balaca qorxurdu və qorxusundan da həmin adamdan o qədər də xoşu gəlmirdi. Amma bir qədər işləyəndən sonra biz gördük ki, hər şey bizə görədir, bizim xeyrimizədir. Yəni, o verilişin sonunda ad çəkirik ki, verilişi hazırlayanlar da heç Qaçay müəllimin adı getmirdi. Yəni, mənim adım gedirdi. O cümlənin düzgünlüyü də, o sözlərin səlisliyi də hamısı mənə aid idi. Bu, onun böyük zəhməti idi. Sonra belə oldu ki, adamın xeyri də olur, şəri də olur və həmin günlərdə, o ağır günlərdə insanın yanında kim olursa əsl dostu odur. Qaçay müəllimin elə günlərdə də mənim yanımda olması, təsəlli verməsi, təskinlik verməsi heç vaxt unutmaram. Və doğrudan da belə çox redaksiyamızla bağlı çox xatirələr var. Mən bir müddət dediyim kimi uşaq redaksiyasında işlədim və yəqin ki, sonraki illər üçün ən vacib götürəcəklərimi elə uşaq redaksiyasından götürdüm. Həqiqətən də ən çətin redaksiya idi və o redaksiyada illər uzunu çalışmaq Qaçay müəllimi usandırmamışdı, bezdirməmişdi. Necə? Özdə başqa redaksiyalarda işləyib, hardasa biraz səmimi olmamaq olar. Yəni uşaq o verilişlərdə, uşaq redaksiyasında qeyri-mümkün. Bəli. Orada mütləq səmimiyyət lazımdır. O da ki, Qaçay müəllimdə var idi. Çox sözlər Qaçay müəllim, məsəl üçün kimsə özü haqqında çox sözlər deyər, Qaçay müəllim onların hamısından qaçdı. Amma Əli müəllim bir şey də qeyd edeyim ki, Qaçay müəllim öz fəaliyyəti illərində ilk pedaqoji fəaliyyətlə başlayıb. Və o onu bilirəm. Azərbaycan müəllimini, pedaqoqu necə qiymətləndirirdi, necə dəyərləndirirdi. Bax, yadımdan çıxmaz bir verilişim var idi. İl sonuna yaxın 11-ci siniflərin son zəngində onu hazırlamışdım, yetkinlik proqramını. Və uşaqlar məktəb xatirələrini danışanda söz yox ki, nadinçlik var, cığallıq var, dəcəllik var. Onlardan danışanda müəllimlər mütləq olmalıdır. Həmin o epizodların baş qəhrəmanında müəllimlər olmalıdır. Və söz yox ki, o uşaqlar da yəqin biraz keçmiş anlayacaqlar ki, düz eləməyiblər. Amma danışdılar ki, dərsdən belə qaçdıq, müəllimi belə hirsləndirdik, müəllim valideynimizi çağırdı. Belə nəsə uzun-uzadı Qaçay müəllim o verilişin getməyinin əleyhinə oldu. Doğrudan mənə toxundu.
bir qədər əsəbləşdim ki, yəni verilişə əziyyətlə hazırlamışam. Bəs mən təzədən bu iki daşın arasında bu məqamda nə edəcəm, nətər? Amma dedi ki, burada bir dənə dərindən götür-qoy elə ki, Azərbaycan müəlliminin şərəf məsələsi var. Və mənim də anam müəllimədir, dedi, sənin anan haqqında bu sözü desələr necə olar sənin üçün? Bir götür-qoy elədim, dedim, yox. Doğrudan mənə də toxunar. Dedi ki, onun da övladı radioya qulaq asır. Və yəni bu ən azı bunları güdməlisiniz. Və ən başlıcası pedaqoq şərəfi var. O sözü güdməlisiniz. Doğrudan da bax bu xırdalıqlar, amma insan içindən gələn, yəni haqqı, ədalət uğrunda mübarizə aparan adam. Ondan da başqa Dilşad, biz indi Qaçay müəllimin insani keyfiyyətlərindən söhbət eləyirik. Mən bir neçə dəfə o hansı verilişlərdəsə onun bir neçə şeirini oxumuşam. Bu adam şair kimi də necə gözəl, bax o da o səmimiyyətdən gələn şeydir. Doğrudan da bir ədiblərdən biri deyib ki, şairlər əslində böyümüş uşaqlardır. Yəni qəlbləri uşaq qalır. Bax bu sırf Qaçay müəllimə aid olan fikirdir. Doğrudan da qəlbi uşaq kimi kövrək. Bax bir nəyisə danışanda o heç nədən utanmadan, çəkinmədən gözləri dolurdu. Yəni kim olsa onu gizlədə bilərdi. Yəni necə var bu adam elədir də. Yəni bunun başqa cür alınmır, başqa cür olmayacaqdı. Və indi bax söhbətdə elə telefon bağlantınızı siz söhbət eləyəndə mən də qulaq asırdım. Sağ olsun, hamımıza salam göndərdi. Və mən də bütün kollektivimizin kim ki onu tanıyır, bizim əməkdaşlarımızdan onlar da Qaçay müəllimə salam göndərdilər. Doğrudan da çox istəyir onu. Bəli, və ən əsası da çox xoş oldu ki, Qaçay müəllim belə deyək, həmişə o kəndi xüsusi bir şövqlə danışır kənd haqqında. Hə, elədir, həmişə danışırdı. Həmişə ata yurdundan onun çox bağlılığı var. Həmişə bax keçmiş xatirələrində danışırdı, ata evi ilə, ata ocağı ilə bağlı. Və Qaçay müəllimə də öz salamlarımızı göndəriyə. Çox bir şeylər var ki, Qaçay müəllim haqqında deyəcək, danışılacaq. Efir vaxtımız buna imkan vermir. Allah ona belə aktiv can sağlığı versin. Bəli, can sağlığı versin. Heç kimə möhtac olmadan, mən həmişə onu özümə də arzulamışam ki, Allah o qədər ömür versin ki, nə qədər insan özün idarə eləyə bilir. Bax, Allah Qaçay müəllimə də uzun ömür versin və aktiv bir ömür. Yəni, heç kimə möhtac olmadan Allah ona can sağlığı versin. Yurdum yuvam oldu, gül arzularım, mənim ürəyimdə tapdım vətəni. Məni yarattı ki, oğlu tanırım, mən də öz dünyamda yaradım səni. Səni yaradan da, sevən də mənəm. Sən elə məndənsən, mən də səndənəm. Mənim nəfəsimdir, səndəki nəfəs. Səhər gözlərimdə gülüş çiçəklər. Sənə gül gətirən hər gün baharam. Mən olan dünyada insan nə qədər, sən olan dünyada bircə mən varam. Səni mən yaratdım bir vaxt, bir zaman. Bəs niyə sonradan tanrım oldun sən? Sənə dünya verdim, mən öz dünyamdan. Əlimdən dünyanı niyə aldın sən? Qocaldın, sən isə cavansan yenə. Təzəcə açılmış gülsən, elə bil. Tanrı yaratdığı düşür bugünə. Mənim yaratdığım qocalan deyil. Gözümə zillənən bir göz oxuyur. Çoxdan eşitmirdim mən bu nəğməni. Qaytardı özümə məndən gedəni. Oğsuna salıbdır bu nəğmə məni. Bilmirəm, insansan, yoxsa oğsunsan. Oxu bu nəğməni. Bir də oxusan. Bugün Köhnə Yeni Radyoda radyonun veteranı şair Qaçay Köçərli ilə ötənlərə qayıtdıq. Bizə əziz doğma günləri bərabər xatırladıq. Amma o günlərdən deyiləcək, danışılacaq elə söhbətlər var ki, saatlar, günlər çatmaz. Eybi yoxdur, qalsın sonraya. Hər gün səslənər dalğalar hər an, ucalar nəğmələr elə, xəbərləri daşıyar evə, xəbərlərlə gələr, gözlərik hər an biz, izlərik hər an biz, mehriban səsini, radio mənim,
gözləri Əziz dinləyicilər, Köhnə Yeni Radionu Əli Məhəmmədoğlu, Səyyarə Altay və Dilşad Tahir qızı köklədi. Köhnə xatirələrlə yeni görüşlərədək dalğanı dəyişmək. Şad xəbər var gəlin aç, radionu aç. Azərbaycan radiosu. Qələbə, zəfərlər var dalğalar. Şad xəbər var gəlin aç, radionu